Salam değerli şagirdlər, Puzza Mat 1-dən yeni kitabdan sual izahına devam edirik. Birinci dərəcənin denklemlər test 1B. Burada 3x üstəgəl 1 10'dursa 3x'imiz 9 olur. X'imiz olur 3. Burada 1 tam dövürdü 3, 1 tam 9'da 3 deməkdir. Bunu ixtisar eləsək 1 tam 3'də 1, yəni 3'də 4 olur. Bu 3'də 4 ilə bunu çarpaz vursaq, olacaq 6x üstəgəl 18 bərabərdir 16x çıx 8. Buradan da mənfi 10x bərabərdir mənfi 26. X 26 bölü 10 olur. Yəni 13 bölü 5. İkinci suala baxaq. İkinci sualda çarpaz vururam. Olur. 5x çıx 4. 3x üstəgəl 2'ni 2'yə vursam 6x üstəgəl 4 olar. Buradan da mənfi x bərabərdir 8, x olar mənfi 8. Bu sualda hər tərəfi 4'ə vururam məxrəcdən qurtulum deyə. 4'ü 2'yə böləndə 2, 5 çıx 3x'ə vuranda 10 çıx 6x. Çıx. 4'lər gedir 2 çıx 3x qalır. Qabağına mənfi var. Mənfi 2 üstəgəl 3x bərabərdir 5 vur 4 20. 8 çıx 3x bərabərdir 20. 3x mənfi 12. X'imiz də mənfi 4. Üçüncü sual. Hər tərəfi vuram ona. 10 bölünür 5'e 2, buna vuranda 4x çıx 2. 10 bölünür 2'ye 5, buna vuranda 5x üstəgəl 5. Çıxıram, çıx 5x çıx 5. Bərabərdir 30. Mənfi x bərabərdir 37. X də mənfi 37. Altıncı sual. Hər tərəfi vururam 6'ya, məxrəclərdən qurtulum. 6'nı 3'ə böləndə 2. Buna vururam, olur 2x üstəgəl 2. 6'nı 2'yə bölürəm 3, buna vururam. Qabaqda da mənfi var, mənfi 3x. Burada 2 mənfi olduğu üçün 3'ü 4'ə vuram 12. 6 bölü 3, 2, 14'ə vuranda 28. 2x sıx 3x mənfi x bərabərdir 28'dən 14 çıxanda 14. X'imiz də oldu mənfi 14. 7. sual. 7. sualda da birinci gəlin mötərizəni açaq. Mötərizəni açsam 4'də 3 çıx 2'lər gedir x üstəgəl 2 ilə 8 gedir 4'də 1 bərabərdir x üstəgəl 5. Buradan 4'də 3 ilə 4'də 1'i toplayanda 1 çıx x bərabərdir x üstəgəl 5. 1 çıx 5 mənfi 4 bərabərdir 2x. X də olur mənfi 2. 10. sualda bu ikisi bir-birinin tərsidir. Bunları ortaq məxrəcdə yazsam 5 çıx x. Surət olduğu kimi yazılır 4x çıx 8. Bunu mənfiyə vururam. Mənfi x çıx 7 bərabərdir x. 4x çıx x 3x çıx 15 böl 5 çıx x bərabərdir x. Burada da 3'ü mötərizə xaricdən çıxarsam x çıx 5 qalar. Bunlar gedəndə mənfi düşər. Deməli x'imiz də oldu mənfi 3. 8. sual. Mötərizəni vurub açıram. Xətti pis çəkdik. Mənfi 4x üstəgəl 4 çıx 3x çıx 6 bərabərdir mənfi 5x çıx 5. Mənfi 7x üstəgəl 5x bərabərdir mənfi 5 üstəgəl 6. 4 keçir ora çıx 4. Buradan mənfi 2x bərabərdir mənfi 3. X də olur 3 bölü 2. Gələk 11. suala. 11. sualı əldə eləmək üçün bunlar o eyni məxrəcdədir. Eyni məxrəcdə də yazıram 6'da 3x üstəgəl 9 çıx 2x çıx 1 bərabərdir. Bunları da bir tərəfə keçirəm. X üstəgəl 2'də x çıx 3 üstəgəl 5. Bu da olur x üstəgəl 8 böl 6 bərabərdir x üstəgəl 2 böl x üstəgəl 2. Bu da olur 1. Buradan x üstəgəl 8 6'ya böləndə 1 olubsa x üstəgəl 8 6 olur. X də olur mənfi 2. 9. sual. 9. sualda yenə bu məxrəcdən onları bir tərəfə keçirirəm. X sıx 2'də
2. Bu keçir bu tərəfə çıx x olur. Eyni şey burada da eləyirəm. Üstəgəl x çıx 3-də 3. X keçir o tərəfə mənfi x olur. Bərabərdir x. 7-ni də bura keçirdirəm. Çıx 7. İndi bu 2 çıx x böl x çıx 2 bir-birinin əksidir də bunlar. Böləndə mənfi 1 alınır. Burada da eyni şəkildə mənfi 1. X çıx 7. X də olur mənfi 2 üstəgəl 7. Yəni 5. On ikinci sual. Deməli, davam eləyək. Biz 11-ci sualı yazdığımı o birinci sualı yazanda böyük ehtimal diqqət eləmədik. Bu x nə ola bilməz? Baxın, məxrəc 0 ola bilməz. Bərabər deyil 0. Buradan x mənfi 2 olmur. Biz bunu bayaq yazdığım kimi təkrar göstərsəm, eyni məxrəcdə yazsaydıq, cavabı bayaq tapmışdıq. X, 3x üstəgəl 9-dan bunu çıxanda üstəgəl 8 böl 6 bərabərdir. Bunu da bu tərəfə keçirəndə 5 çıx 3, 2 üstəgəl x böl x üstəgəl 2. 1 olur. Buradan x üstəgəl 8 böl 6 1-dirsə, x'imiz mənfi 2 alınmışdı. Bu sualı yazdım mı, yazmadım, unuttum. Sadəcə sonradan yuxarı baxanda x mənfi 2 tapır, amma mənfi 2 ola bilməz. Deməli, bunun cavabı boş soxuluqdur. Hər ehtimalı düzəltmiş olaq. Davam eləyək. On ikinci sual. 12-ci sual diqqət eləyin. 12 tipli suallar köhnə puzada da vardı bir dənə. İnsanı çaşdıran sual tipidir. Bunları ortaq məxrəcə, ortaq payda gətirmək şansımız yoxdur. Sadəcə nəyə diqqət eləyəcəm? X nə ola bilməz? 5 ola bilməz. X 3 ola bilməz. X mənfi 2 ola bilməz. X mənfi 6 ola bilməz. Bir dənə 1 qalır. 1-i də aparıb burada yerinə qoysanız, görəcəksiniz ki, cavab həqiqətən 0 eləyir. Yoxlamaq lazımdır ama. Ama o sual tipine diqqət eləyək. Çünki onu ortaq məxrəcə gətirməklə eləməyə çalışsaq, heç nə tapa bilməyəcəyik. 0,5-dən 0,13 almaq üçün 6-ya vurmalıyam. Mən bunu da 6-ya vururam. Olur 0,18x üstəgəl 1,2 bərabərdir. Bunu da 6-ya vuranda 0,24x. 0,24-dən 0,18 çıxanda 0,6x bərabərdir 1,2. X də olur 1,2 böl 0,6. Bundan 200 böl 6. Deməli, nəyi səhv yazdı? Mən bunu ortaq məxrəcə gətirmişəm. Bunu da 6-ya vurmuşam. Bunu da 6-ya vurmuşam. Bu da aşağıda 6-ya vurulub, yuxarıdan. Bunu 6-ya vurmuram da. Bu niyə 6-ya vurum ki? Bu məxrəcin dəyişmədim axı. Yəni bu 0,4 olaraq qalır. Buradan da alınır. 0,4-dən 0,18-i çıxanda 10,4-dən daha doğrusu. Bir dəqiqə silək bunu. 0,4-dən 0,18 çıxanda 0,22x. Bu da olur 1,2 böl 0,22. Yani 120 böl 22. 2'ye bölsək 60 böl 11. Beş ilə 9. Almaq üçün nə etməliyəm? Üstünə 4 gəlməliyəm. 24'ü nəyə bölsəm 4 alınar? 6'ya. 8'dən nə çıxsam 6 olar? 2. Onu nəyə bölsəm 2 olar? 5. İndi artıq qarışmasın deyə bunu köçürəm. Baxın, bu 3 üstəgəl 12 böl 1 üstəgəl x üstəgəl 2 böl x sıx 2 elədi 5. 3'ün üstünə gəlsəm 5 olur? 2. 12'yi nəyə bölsəm 2 olar? 6. 1'in üstünə gəlsəm 6 olar? 5. Deməli bu ifadə oldu 5. Bunu bir dənə vururam. X üstəgəl 2 bərabər 5x çıxan. Mənfi 4x mənfi 12. X də oldu 3.
14-cü suala baxaq. 14-cü sualda 14-cü sualda bizim eləməli olduğumuz nədir? Bunu bir dənə sadələşdireyim. 0,x ilə 0,10x-i toplayanda bu 0 tam yazmaqdansa belə yazaq. %x üstəgəl 10x böl bu da 2 vur x üstəgəl 10x bərabərdir. X çıxılsın 20'də 39. Şimdi buna baxın. Bunu toplasam 100 məxrəcində yazanda alınır 100'də. Bunu 10'a vurmuş oluram. 11x. Eyni şəkildə bu olur 10'da 11x. 2'yə vururam. Olur 2 vur. Elə 10'da 11x yazıram. 10'da 11x. Bu 11x'lər gedir. Baxın bu 10'da 2'dir. Olur 100'də. 10 yuxarı qalxır. 2 aşağıya. Çünki bu 10'da 2'dir. Tərs çevrilir. 2'də 10 olur. Bu belə bir şey yazılır. Bunun da üstünə 20'də 39'u gələndə verməlidir x'i. Buna görə. Bu 100 ilə 10 da gedir. Qalır 10'da 1. Yəni olur 20'də 1. Üstəgəl 20'də 39. Yəni 20'də 40. Bu da 2 eləyir. Yəni B variantı. 17-ci sual. Y bölü x lazımdır bizə. Birinci biz belə başlayaq. Bunu ortaq məxrəcə gətirirəm. Çox düşən sual tipidir. Asan sualdır əslində. 8 sıx x y bərabərdir 6. Burada da y-də 8 sıx x y bərabərdir 5. Birincini çarpaz vururam. 8 sıx x y bərabər olur 6x. Burada da 8 sıx x y bərabər olur 5y. İndi bunların ikisi də 8 sıx x y-ə bərabərdir axı. Bunu belə çıxır ki, bunlar bir-birinə də bərabərdir. 6x bərabərdir 5y. Buradan x-ə 5k desək, y-ə 6k desək, y bölü x 6 bölü 5. 15. 3 üstəgəl. 3'dən nə alım? Üstünə gəlim 11 olsun 8. 24'ü nəyə bölüm 8 olsun? 3'ə. Birin üstüne gəlim 3 olsun. 2. 6'ı nəyə bölüm 2 olsun? 3. Bunu açıram 5x üstəgəl 2x çıx 6 bərabərdir 7x üstəgəlim. 7x çıx 6 bərabər 7x üstəgəlim. M nə oldu? Mənfi 6. Gəldik 19-cu suala. 19-cu sual eləməyə çalışaq. Yenə bizə deyir ki, çözüm küməsi R-dir. Yəni bu o deməkdir ki, bu bütün qiymətlərdə düz alınır. Görək bu necə olar? X-in bütün qiymətlərində düzdür. Baxın bunu açsam, mənfi 6x üstəgəl 2 olur. Qabağında bu var, olur 4x üstəgəl 6x sıx 2. Bərabərdir mx sıx 2. Bu da olur 10x. Deməli m nədir? 10'dur. Всё. Davam edək. 22-ci sual. Bu x üstəgəl 5'ləri atıram. Amma diqqət edəcəm bir şeyə sonda. X kvadrat çıx 16 nə yazıram? X sıx 4. Vur x üstəgəl 4. Bərabər 4 çıx x. Bunları da atıram. Mənfi 1 var. Buradan da x'imiz alınır. Mənfi 5. Amma məxrəcdə x üstəgəl 5 var. Deməli x üstəgəl 5 0 ola bilməz. Yəni x mənfi 5 deyil. Ona görə bunu götürməyəcəm. Bir şeylə diqqət edirəm ki, bu atdığım ifadəni ayrıca 0 eləməliyəm. Yəni x sıx 4 0 olsa x'imiz 4 olar. Bu bunun tək həllidir. Yirminci sual. Atdıq bunları. X üstəgəl 5'ə dedik. Geriyə qalıb 1. 1. Və dediyim kimi nəyi ki atmışam, onu ayrıca 0'a bərabərləşdirirəm. X olur 3. Mənfi 4 və 3. 23-cü sual. Maraqlı sualdır. Axır ki bir maraqlı sual gəldi. Bunu necə eləyirəm?
Yazıram 5'te x 1'i ki atıram bu tərəfə üstə gəl 1 bərabərdir 3 sıx m-də m çıx x keçir o tərəfə mənfi m üstə gəl x üstə gəl 3. Deməli nə dedik? Mənfi m üstə gəl x üstə gəl 3. Bəli, indi buna da baxarıq. Aha, bir dənə geriyə nə qaldı? Bizdən istəyir ki, x nədir? Mən bunu ortaq mərkəzə gətirsəm, olacaq 5'də x üstə gəl 5. Yuxarıda da 3 sıx m, mənfi m üstə gəl x üstə gəl 3. İndi sual bizə deyir ki, m mənfi 2 deyil. M mənfi 2 olsaydı, burada hər şey bərabər alınardı. Mən düşünməliyim ki, m mənfi 2 deyilsə, x-in hansı qiymətində bu həmişə düzdür? X-in hansı qiymətində bu həmişə düzdür? Bunu düşünməliyim. Baxın o qiyməti nədir? Bunun m mənfi 2 olmadan bərabər alınması üçün gərək x-dən asılı olmasın. X-dən asılı olmağı necə olacaq? Əgər x burada 0 olsa, mənfi m üstə gəl 3'ü 3 sıx m-ə böləndə, baxın, bu olur elə 3 sıx m böl 3 sıx m 1 eləyir. Burada yenə x 0 olduğu halda fikir verin, bura nə olur? 1 olur. Yəni x-in 0 qiymətində sol tərəfdə, sağ tərəfdə 1 alındığı üçün m-in nə olmağının fərqi qalmır. Başqa cür gərək m mənfi 2 olsun, məxrəclər bərabər alınsın, yuxarıda bərabər alınsın. Amma burada x 0 olsa, sol tərəfdə, sağ tərəfdə 1 alınacaq üçün m-in nə olmağının fərqi qalmayacaq. Ona görə x-imiz 0 olmalıdır. 21. X kvadrat sıx 4'ü yazıram. X sıx 2 vur x üstə gəl 2. Bunların hər ikisi gedir, amma yenə dediyim məsələyə diqqət edirəm. X2 0 olur, x üstə gəl 2 0 olur. Və x sıx 5 qalır. O geriyə qalan da burada heç nə qalmadığı üçün bu 1 olur. X olur 6, x olur 2, x olur mənfi 2. Hamısı dödür. 24-cü sual deyir ki, denklemin köklərindən biri 4'dür. 4 ise deməli yenə 4 qoyuram. 1 böl x-ə 4 verirəm. 1 x-ə 4 verirəm. 1 böl 3 x-ə 4 verirəm. 4 sıx m bərabərdə 6'da 5. Bunları toplayanda 1 tam 3'də 1, yəni 3'də 4 eləyir. Mən 6'da 5'dən sıxsam 3'də 4'ü alınacaq 6'da mənfi 3. Bu da mənfi 2'də 1'dir. 1 böl mənfi 2. Mənfi 1 böl mənfi 2. Oraya yaza bilmədik. Deməli bu 1 böl 4 sıx m olmalıdır 1 böl mənfi 2. Yəni 4 sıx m mənfi 2 olmalıdır. Yəni m 6 olmalıdır. D variantı olur cavab. Gəldik deyirsən son 4 sualı testdə, bəli. Testin son 4 sualı. X-ə bağlı birinci dərəcədən bir denklem. Buna diqqət edin suallar. Birinci dərəcədən denklem o deməkdir ki, tənlikdə, verilən tənlikdə x-in maksimum dərəcəsi 1'dir. Yəni orada x kvadrat yoxdur, x üzəri 3, x üzəri 5, x üzəri 4 yoxdur. Yəni deməli bu 0'dır, bu 0'dır, bu 0'dır, bu 1'dir. Yəni a çıx 4 0'dır, a oldu 4. 2b üstə gəl 4 0'dır, b oldu mənfi 2. C çıx 1 0'dır, c oldu 1. Və bunun qüvvəti, yəni 2d çıx 6 1'dir. Buradan d oldu 7 böl 2. Yerinə qoyuram 4 vur, c nədir 1 çıx, mənfi 2 vur, 2'də 7. 4 üstə gəl 7 11. X dəyişəninə bağlı birinci dərəcədən bir bilinməyənli bir denklem olduğu x deyirik az. Birinci dərəcədən demir qardaş, nə edirəm? Birinci dərəcədən deyirsə, deməli bu 0'dır. M bərabərdir 3. M 3'dürsə qalır 3x. M 3 olanda. Çıx 18 bərabər 0. X də oldu 6.
Gəldik son 2 suala. Bu özü bir ifadə verir ki, bu şəkildə tanımlanır. 3'ü x sıx 2'ye vurur, sonra x sıxır üstünə 5 gəlir. A qaçdır. Yaxşı, yerinə yazaq. A-nın yerinə yazıram. 3 vur, A çıx 2, çıx A üstə gəl 5. Üstə gəl. Bir dəfə də 2A üstə gəl 1'i burada yerinə yazıram. 3 vur, 2A üstə gəl 1 çıx 2. Çıx, x'in yerinə yenə 2A üstə gəl 1. Çıxdığım üçün ikisi də çıx olur. Çıx 2A, çıx 1. Üstə gəl 5. Ortalarla toplama yazmışam. Düz oldu. Böl. Bir dəfə də yerinə 2 yazıram. 3 vur, 2 çıx 2. Çıx 2 üstə gəl 5. Cavabı da 5 verib. Bərabərdir 5'e. Yuxarıda hesablayaq da bunu uzatmayayım. 3A çıx A, 2A, 6A da buradan 8A, çıx 2A oldu 6A. A'ları sanki düz hesabladıq. 3'ü mənfi 2'ye mənfi 6, üstünə 5 gəldi mənfi 1. Bu özü mənfi 1 eləyir. 3'ə vuranda mənfi 3, bir dənə də mənfi 1 var idi, mənfi 4. Burada da üstə gəldi 4 var, heç nə qalmadı. 6A böl. Burası 0 olur, bu da 3. 3 bərabərdir 5. 2A 5. A da 5 bölü 2. Uzun ama çətin olmayan bir şey. Sadəcə yerinə qoyuram. İndi bu bizə deyir ki, bu S şəklində veriləndə 2x üstə gəl y olur. Deməli bunu hesablayaq. 2 vur, x'in yerində 2 var, y'nin yerində 1 var, 5. Yəni burası 5 elədi. Burada 1 ilə m tərs verəndə y-dən 2x çıxıb. Y-in yerində m var, m çıx. X'in yerində 1 var. 2 vur 1, yəni m çıx 2. Yəni bu da oldu m çıx 2. İndi baxın bu böyüyə. Bu üçüncüdə artıq bu işarəyə baxacağım. Bunlardan alınana. Və bu da tərs s-dir. Deməli mən yenə y-dən, yəni m çıx 2-dən çıxacağım 2 vur x-i, yəni 5'i. Və cavab mənfi 2 eləməlidir. Burada m çıx 12 mənfi 2. Hem de 10 olmalıdır. Var mı 10? Var. E variantı olur. Cevap 10. Bu da bu testin ve bu dersin son sualıydı. Sağ olun şagirdler.